şokolada. Baxın, əgər biz bu cür nazik uzorlardan istifadə ediriksə, çox adam götürür bunu belə qoyur. Belə qoymaq olmaz. Bu şəkildə əlinizlə təxmin eləyib işləyə bilərsiniz. Yenə deyirəm, bütün mastika naxışların içərisində təmiz doldurulmalıdır. Kənarda heç nə qalmalı deyil. Bu şəkildə qoyuruq, çıxardırıq. Ehtiyatla, bax görürsünüz nə qəşəng çıxdı. Arxasını bir qədər su vururuq və başlayırıq zövqə görə bəzəməyə. Bu şəkildə gördünüz. Hər tərəfini eləyə bilərik bunu. Yox, bəs.